Hərb tarixi. Əmir Teymur Türk dünyasının orta əsrlərdə böyük imperiya qurmuş ən böyük fatehi və hərbi liderlərindəndir. Əmir Teymurun hərbiçi ailəsində anadan olması onun gələcək həyatına ciddi təsir göstərən və həyat yolunu təsdiq edən səbəblərdən biri olub. Tarixdə özünə məxsus hərbi strategiyası, geniş ərazini əhatə edən fəthləri və dövlət idarəçiliyi ilə yadda qalan Əmir Teymur, Teymurilər imperiyasını qurmaqla Orta Asiyada, ələxüsus hazırki İran, Əfqanistan, Hindistan, Türkiyə, o cümlədən Qafqaz regionu ərazilərinə qədər öz adını yaymağı bacarmışdı. Tarixdə qəddar hökmdar olaraq tanınsa da, uğurlu hərbi strategiyası və idarəçilik keyfiyyətləri ilə böyük hörmət sahibi olub. Rəhbərlik etdiyi orduda müxtəlif xalq və millətlərin olmasına baxmayaraq, nizami ordu qurmağı bacarmış Əmir Teymur, tabeliyindəki əskərləri döyüşə həm mənəvi, həm də fiziki cəhətdən hazırlamaqda əsl peşəkar idi.